Salam, sabahınız xeyir olsun. Yeni gündən hər kəsə salamlar. Birinci istəyirəm gedim ördəklərə baxım, görüm neynirlər, nə tərdilər, keyfləri, halları. Həyətin otu artıq biçilmək vaxtı gəlib çatıb, başa düşürük. Yəni gül gölünə boyda uzanıb, yabani güldür. Ördəklərim, su qablarını yudum, su qoyuram qablarına. Bunlar Moskov ördəklərimdir mənim. Səssiz ördəklərim. Səssiz, sakit böyüyürlər. Qonşular heç narahat falan da olmur. Bu il yumurtadan çıxıb bu ördəklər artıq 2 ay, 2 həftəlik falan olanlar da yəni ki, həmən mamaları bir də yumurtanın üstündə oturub yenə. Kanadada bir həftədir ki, meşə yanğınları var, davam edir hələ də. Hər yer yəni küstü içindəydi. Bu günləri biraz düzəlib hava, biraz qabaqlaşıb. İndi bir dənə video, axırında bir video qoyacağım. Bundan qabaqçı gün necə idi hava? Çox pis vəziyyətdə idi. Yəni insanlar, allergiyası olan insanlar çox pis vəziyyətdə idilər. Nəfəs alma problemləri var idi. Demək burada da ördəyim oturub, həmən dediyim ördək yumurtaların üstündədir, gözləyirik. İnşallah 2 həftəyə, 3 həftəyə dəqiq deyə bilmirəm. Çünki gec oturdu yumurtanın üstünə. Ona görə biraz qalmışam yumurta çıxacaq ya yox. Çünki gec oturdu dediyim kimi lax olma ehtimalı da var yumurtaların. Yəni oturubsa da hər halda ki yumurtalar sağlamdır ki oturub. Burada da görürsünüz mənim balacam, mini bağçam. Mini bağçamda xiyarlarım, pomidorlarım qalıb ən axırda artıq. Sezonun axırıdır. Pomidorlar avqustda falan ancaq qızarırlar. Bilmirəm, burada gec qızarır pomidorlar. Xiyarlar da elə belə gül açır. Tərəvəz vermir. Bir dənədir, o da görürsünüz. Bir dənə xiyar. Nə əcəbsə görürük. Görürsünüz necə suyu bulanlıq elədilər. 2 dəqiqəlik ayrıldım. Gəlib görürəm, yenə su, tərtəmiz su oldu. Palçıqlı su. Gör necə, 2 dəqiqədə. Burada da hardasa 3 gün olar ki, razberi əkmişəm. Qaragilə kimi bir şey, qaragillənin elə bil ki, qırmızısı, böyük tikanın böyüklərindən olan bir şey. Orada 2 dənəsi çeyrəkdir, bu birisilər qalanlar hamısı razberilərdir. Demək bunu təzə əkdiyim üçün elə bil ki, bitki şoka düşüb. Ona görə də yerin dəyişdiyi üçün belə olub. Ən birinci əkdiyimdən araşdırmalarıma görə deyirəm. Burada da günəbaxanlar əkmişdim tundan. Onlar çıxıb. Bu illər birinci dəfə günəbaxan əkirəm vəbşəm. Görək necə olacaq. Artıq böyüməyə başlayırlar. Burada da bizim yeganə meyvə ağacımız armud ağacıdır. Demək evə gəlirəm, neçə vaxtı beynimdə olan bu tərəyağını eləmək istəyirəm. 35%li kremi tökürəm bankaya yarıya qədər, çalxalayıram onu, çalxalayırıq. Sonra o köpük formasına gəlir. Necə ki krem şantini mikserlə çalanda köpük olur, o formaya gəlir. Sonra 5 dəqiqə, 6 dəqiqə yenə çalxalayırıq və gördüyünüz kimi ayran, yağ ayrılır, belə tərəyağı alınır. Və bu da sizə dediyim kimi hava şəraitimiz, dünən isfən havamız belə olub, yəni hava şəraiti belə olub. Tüstü, duman, kilometrlərcə olan meşə yanğınlarından təsəvvür edin ki, dumanı, tüstüsü buralara qədər gəlib çıxıb. Yəni Kanadada bu dəqiqə hava şəraiti başqa yerlərdə, bizdə indi biraz düzəlib, amma başqa yerlərdə hələ də belədir, yanğınlara yaxın olan yerlərdə. İnşallah neçə gün yağış deyib havanı yaxşı olacaq inşallah, yanğınlar düşsünlər. Çox sağ olun izlədiyiniz üçün. Təşəkkür edirəm. Hələlik sağ olun.